Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli emmə ba'd. Əziz və hörmətli qardaşlar, ilk öncə uca Rabbimiz Allah Subhanahu wa Ta'ala həmd sənalar olsun, bizə müvəffəqiyyət verir, dinimizi öyrəndik, cahillik üzərimizdən qaldırırıq. Onun hörmətli mələkləri ilə bir məclisdə oluruq, salihlərlə bir məclisə toplanırıq. Əziz qardaşlar, müsəlmana bu dünyada verilən nemətlər içərisində ən dəyərlisi insanın dinini öyrənməsidir. Elm nemətidir. Elm nemətidir ki, insan bunu əldə etməklə insan cahillik üzərindən qaldırır. Allahı tanıyır. Çünki elm nədir? Allahı öyrənib tanımaq, Peyğəmbərini Muhammed sallallahu aleyhi ve sellem öyrənib tanımaq və İslam dinini də dəlilləri ilə öyrənməkdir. Biz də Muhammed sallallahu aleyhi ve sellem öyrəndik. İmam Tirmizi rahimehullahın Şəmail Muhammediyyə kitabı, Peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellem xislətləri kitabını öyrəndik. Biz Peyğəmbər sallallahu aleyhi ve sellem əziz qardaşlar, fikir verin, özümüzdən də, nəfsimizdən, malımızdan da, valideynlərimizdən də, övladlarımızdan da daha çox sevirik. Bax, bir insanın öz canından çox sevməsi Muhammed sallallahu aleyhi ve sellemi onun imanının kamilliyindəndir. Vacibdir ki, hər bir müsəlman Muhammed sallallahu aleyhi ve sellemi hər kəsdən, hər şeydən daha çox sevsin. Çünki biz bu Muhammed sallallahu aleyhi ve sellemi öz nəfsimizdən çox sevməsək, yəni insanın bu qurtuluşu Muhammed sallallahu aleyhi ve selleme itayətdədir. Onun yolunu getməkdədir, onu sevməkdədir. Əgər insan onu sevməsə, onun yolunu getməsə, bu nəfsi hara aparar ona? Cəhənnəmə, uçuruma, zəlalətə. Yəni, sənin bu nəfsini ondan çox sevməyin sənə fayda verməz. Və sənin nəfsin hara aparar səni? İnnən nəfsə ləəmmərətun bisu. Həqiqətən nəfs insana pis şeyləri əmr eləyir. İnsanın nəfsi onu cəhənnəmə aparar. Amma Muhammed sallallahu aleyhi ve sellemə itayət, onu sevmək, onun yoluna tabi olmaq isə onu cənnət aparır. Yəni, sən bu nəfsini qurtarmış olursan Allahın əzabından. Allahın rəhmətinə qovuşdurursan və cənnətə Allahın izni ilə daxil eləyirsən. Yəni, bu nədən keçir? Muhammed sallallahu aleyhi ve sellemi sevməkdən. Onu sevməyin səni özünü, öz nəfsini sevməyindən daha üstün olmağından. İstəyirsən ki, sənin nəfsin canın qurtarsın Allahın əzabından, cəhənnəmdən qurtarsın, öz nəfsini, özünü onun qabağına qoyma. Onu sən nədir? Öz qabağına qoy, öz nəfsindən də, aralarından da, valideynlərindən də daha çox sev, itayət et. Sevgi də nə ilə olur əziz qardaşlar? İtayətlə. Allah Teala Quran-ı Kərimdə deyir: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah və yaghfir zunubakum." Deməli Allah Teala deyir ki, əgər Allahı sevirsinizsə, mənə tabi olun. Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Bir insan deyə bilər, dildə deyə bilər ki, mən Allahı sevirəm, Peyğəmbəri sevirəm, hər üstə gəl də deyə bilər ki, canım fəda olsun, qurban olsun. Yəni, bu söz, əməl varsa da bu sözün arxasında, bəli, faydası var. Yox, eləcənə sözlərdən, söz yığından ibarətdirsə, əməl yoxdursa da, tabiçilik yoxdursa da, ittiba yoxdursa da, itayət yoxdursa da, bu söz heç bir faydası yoxdur. Yəni, desin ki, mən Allahı da sevirəm, Peyğəmbəri də sevirəm, amma Allahın əmrlərini yerinə yetirir, qadağalarından çəkinmir. Muhammed sallallahu aleyhi ve sellemə itaət etmir. Yəni, 100 dənə desin ki, canım fəda olsun ona. Yəni ki, belə başqa bir formada desək, yəni ki, onu canımdan da daha çox sevirəm. Amma itaət eləmirsə də, itaət yoxdursa, faydası yoxdur sözün. Yəni, çünki, əziz qardaşlar, sözdən sonra nə gəlir? Əməl gəlir. Əməl yoxdursa da, sözün heç bir faydası yoxdur. Əziz qardaşlar, dedik yaxı biz Muhammed sallallahu aleyhi ve sellemi öyrənib tanımalıyıq. Hətta onu daha çox sevək, onun yolunu tanıyaq, onu özünü tanıyaq. Çünki özümüzdən də çox sevirik yaxı. Valideynimizdən də daha çox sevirik. Və bizə vacibdir ki, belə olduğu halda biz onu öyrənək. Tanıyaq, yaxından tanıyaq. Bir insan birini sevəndə və yaxud da bir insan birinlə iş quranda onu axtarır. Belə deyilə biz də belə əvəzdadına kimi axtarır. İş quranda, onunla nəsə bir qohumluq əlaqəsi olmaq istəyəndə axtar, araşdırır, görüm kimlə ailə qururam, kimə verirəm qızı və yaxud da kimlə iş qururam.
Muhammed sallallahu aleyhi ve sellem isə biz bundan da daha çox. Yəni biz onu, o bizə Allahın nədir? Dinini gətiribdir. Və biz də onu tanımalıyıq. Yəni insan nətər bir insanı kör-körənə təqlid eləyir. Və yaxud da bir insanın yolundan gedir. Tanımalıdır. Tanımalıdır, öyrənməlidir Muhammed sallallahu aleyhi ve selləmi. Hətta sevgisi artsın, itayəti çoxalsın və beləcə insan Allah'a razılığını, sevgisini əldə eləyər. Əziz qardaşlar, bugünkü mövzumuz 19-cu fəsildir, belədir. Müəllif deyir ki, Tirmizi rahimehullah, Bəbu mə cəfi məşiyyəti Rasulillahi sallallahu aleyhi və səlləm. Allah Resulü sallallahu aleyhi ve sellem yerişi barədə varid olanlar. Yəni Muhammed sallallahu aleyhi ve sellemin yerişi, vəsfi nə formada olmuşdu? Bunu bizə bildirmək istəyir. 123-cü rivayətdə müəllif deyir ki, Əbu Hüreyrə radiyallahu anhu rivayət edərək demişdi, mən Allah Resulü sallallahu aleyhi ve sellemdən daha yaraşıqlı insan görmədim. Günəş sanki onun üzündən nur saçırdı. Ha belə yeriyəndə, yerişində Allah Resulü sallallahu aleyhi ve sellemdən daha tez yeriyən bir kimsə də görmədim. Sanki yer onun ayaqları altında kağız tək bükülərdi. Biraz öncə yanımızda olar, sonra da bir də baxardıq ki, artıq xeyli irəliləmişdir. Bizi gerdə qoymuşdur. Bizə onunla ayaqlaşmaq çox çətin gələrdi. O isə adi addımlarla addımlayardı. Peyğəmbər sallallahu aleyhi ve sellem yəni, yavaş addımlarla addımlamayırdı. Yəni yavaş, lənç yeriyən olmuyordu. İti yerişli olmuşdu və yəni ki, amma qıraqdan baxanda insan sanki elə bir ki, adi addımlarla yeriyir. Amma yəni ki, sahabələr onunla yanında yeriyəndə ona çata bilməzdilər. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin yerişi elə iti yerişli olmuşdu. 124-cü rivayətdə Əli ibn Əbi Talib radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi ve sellemi vəsf edərkən deyərdi. Yeridikdə sanki hündür bir yerdən enirmiş kimi ləngər vurardı. Yəni insan yuxarıdan aşağı, necə ki təpədən, hündür bir yerdən aşağı düşür, necə ləngər vurur, belə elə bir ləngər vuraraq yeriyir. O formada Peyğəmbər sallallahu aleyhi ve sellem yəni adi normal yerişini, düz yerdə yerişini ləngər vuraraq yeriyərdi. Yəni Allah təala onun yeriş formasını belə xalq etmişdi. 125-də də eyni formada Əli radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yeridikdə sanki hündür bir yerdən enirmiş kimi ləngərləyərdi. Yəni adi normal düz yerdə yeriyəndə də elə bir ki, sanki qıraqdan baxan elə bilərdi ki, yəni hündür bir yerdən düşən kimi yeriyir. Amma yəni ki, onun normal yerişi, adi elə yerişi ləngər vuraraq yeriməkdir Muhammed sallallahu aleyhi ve sellem yerişi. Yəni bu da Allahın ona bəxş etdiyi, yaratdığı bir yeriş idi. Peyğəmbər sallallahu aleyhi ve sellem yeriş forması, qaydası bu formadaydı. Yeriş normal yeriyəndə ləngər vuraraq yeriyərdi və həmçinin də it addımlarla lənc pasiv deyildi. Yəni ki, it addımlarla tez yeriyən, yəni yanlarında olardı, bir də baxardılar ki, yoxdur, yəni irəliləyib, xeylaq irəliləyibdir Peyğəmbər sallallahu aleyhi ve sellem. Bu üç rivayət əziz qardaşım Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin yerişi barəsində olan rivayətlərdir. 20-ci fəsildə müəllif deyir ki, Bəbu mə cəfi təqannu' Rasulillahi sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellemin başını örtməsi barədə varid olanlar. Yəni başının örtməsi barədə varid olanlardır. Bu da ümumi gələn bir yəni ki, müəllif qoyduğu bir fəsildir. Deməli deyir ki, İmam Buxari rivayet etdiyi uzun hədisdə Ayşə radiyallahu anh demişdi. Bir dəfə günorta üstü biz Əbu Bakrın evində oturduğumuz zaman bir nəfər ona dedi, budur Allah Resulü sallallahu aleyhi ve sellemin başını örtmüş halda gəlir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt başı açıq olmayıbdır. Daima başı örtülü halda, yəni ki, biz keçən dəfə də deyik, əmmamə və yaxud da ki, araqçın mı deyirlər və yaxud da təsəh mi deyirlər, ya ikisini bir yerdə, ya əmmaməni tək taxardı, ya yaxud da ki, o biri geyimi Peyğəmbər sallallahu aleyhi ve sellem bir taxardı. O da onun o qövmünün, o tayfanın baş geyimi idi. Baş geyimi idi, yəni ki, indi insanlar gəlsin bizim yaşadığımız, xüsusən bizim yaşadığımız yerdə hələ geyinməsi hikmətsizlikdir. Heç bu dəqiqə Saudi Ərəbistan özündə, Mədinə, Məkkədə belə insanlar yəni hələ geyinmir, əmmamə taxaraq geyinmir. Amma yəni taxıb geyinəndə təcrübli baxmırlar. Amma yəni bu dəqiqə artıq insanların baş geyim tərzi ümumiyyətcə Körfəz Ərəb dövlətlərində və yaxud da Ərəbistan yarımadasının çox hissəsində yəni ki, baş geyimi yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin olan baş geyimi formasında deyil. Yəni bu da yəni o da onu göstərir ki, bu vacib deyil. O qövmün geyimi idi. Əgər bu vacib olsaydı, ən azından alimlər geyinərdi bunu. Yəni bizim müasir gördüyümüz
videolarda, şəkillərdə o görürük ki, heç bir alim Peyğəmbər sallallahu əleyhi və səlləmin belə baş örtüyü kimi geyinməyibdi. Yəni hansı ki, əmmamə kimi vəsf olunur, heç biri elə formada geyinməyibdi. Bu da onu göstərir ki, o vacib deyil. Peyğəmbər sallallahu əleyhi və səlləmin qövmünün, o tayfanın baş örtüyü olduğuna görə o formada geyinirlər. O da onların vaxtında elə idi. Yəni sonra hansısa bir devirdən sonra baş geyimi dəyişdirilmişdi. Bu da onu göstərir, yəni deyirəm ki, vacib deyil. O insana başına əmmamə taxıb gəzməsi. İndi yəni çox bizdə, yəni xüsusən də bizim ölkədə belə deyək ki, dini baş geyim olaraq araqçınmı deyə və ya da təsəhmi taxırlar insanlar. Yəni ki, və ya da buna ərəblər təqiyyə deyirlər. Bu formada baş geyimi taxıb geyinirlər. Yəni hansı ki, bizdə baş geyimi kimi geyinirlər, yəni sənin başında olan kimi. Ərəbistanda da o formada da insanlar geyinirlər. Yəni o indi ərəblər ki geyinirlər, şumaq kimi taxırlar, onun altından onu taxıb geyinirlər. O araqçını və ya da təsəhhi taxıb elə, yəni şumağı çox vaxtı birbaşa başa geyinmirlər. Birbaşa, yəni onun üstündən, yəni araqçını və ya da təsəhhin üstündən geyinirlər. 126-cı rivayətdə bu fəsilə aid olan, 20-ci fəsilə aid olan hədisdə Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem çox vaxt başına xirqə qoyar və onun libası sanki yağ satan adamın libası kimi yağlı olardı. Biz bu rivayəti əvvəlcədən götürmüşük və dedik ki, bu rivayət zəif rivayətdir. Və rivayət, yəni zəif rivayət hansı ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin, yəni ki, sanki elə bir paltarın bu hissələri yağlı kimi olar yağ satanın. Bu da ki, Peyğəmbər sallallahu aleyhi ve sellem tez-tez ən azından başını, saçını yuyardı. Hətta etikafda olanda bildik ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gələrdi, başını evə salardı məsciddə. Ayşə radiyallahu anhə onun başına, hətta saçlarını yuyardı. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem başına xirqə taxması, yəni sarıq taxması və ya da əmmamə taxması varid olubdur. Amma yəni ki, onun o yağlı formatında papağı başına taxılan o baş geyimi və ya da ki, boyun hissəsi yağlı olması isə zəifdir. 21-ci fəsildə müəllif deyir ki, Bəbu mə cəfi kilsətihi sallallahu aleyhi və səlləm. Allah Resulü sallallahu aleyhi və səlləm oturuşu barədə varid olanlar. Muhammed sallallahu aleyhi və səlləm necə formada oturardı? Oturanda oturuşu nə formada olmuşdu? 127-ci rivayətdə Qeylətə bint Məxrəmə radiyallahu anhə Allah Resulü sallallahu aleyhi və səlləm məsciddə dizlərini qucaqlayıb oturduğunu görmüşdü. Qeylə demişdir ki, mən Allah Resulü sallallahu aleyhi və səlləmi beləcə dinməz oturduğunu gördükdə qorxudan titrədim. Peyğəmbər sallallahu aleyhi və səlləm sakitcə oturur, yəni ki, ayaqlarını, dizini elə bir ki, qucaqlayaraq oturur. Deyir ki, beləcə dinməz sakit oturduğunu görəndə, yəni ki, qorxubdur ki, niyə Peyğəmbər sallallahu aleyhi və səlləm belə oturubdur. 128-ci rivayətdə Abbad ibn Təmim rivayət edir ki, əmisi Abdullah ibn Zeyd Əl-Ənsari radiyallahu anh Peyğəmbərin sallallahu aleyhi ve sellemin arxası üstə uzanıb bir ayağını o biri ayağının üstünə qoyduğunu görmüşdü. Yəni arxa üstə uzanıb belə bir ayağını da o biri ayağının üstünə qoyaraq uzandığını görmüşdü. Yarhamkallah. Deməli az qardaşlar deyir, bu hədis arxası üstə uzanıb bir ayağı o biri ayağının üstünə qoymağın icazəli olduğuna dəlalət eləyir. Lakin Cabir ibn Abdullahdan rivayət olunan hədisdə deyilir ki, Allah Resulü sallallahu aleyhi ve sellem arxası üstə uzanıb bir ayağı o bir ayağın üstünə qoymağı qadağan etmişdir. Yəni, başqa bir rivayətdə isə Cabir radiyallahu anh'da gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bu formada ayağı ayağın üstünə qoymağı qadağan etmişdir. Mübarək Furi, yəni Tirmizinin Sünən kitabı ki var, onu şərh eləyən məşhur şərh alimlərindəndir, böyük alimlərdəndir, Hindistanlı alimdir. O hədisi izah eləyərək belə demişdi. Bu iki hədisi belə cəm etmək olar ki, bir ayaq digərinin üstünə iki cür şəkildə qoyula bilər. Birincisi, ayaqlar uzadılmış şəkildə bir ayağı digərinin üstünə qoymaqdır ki, bu halda övrət yeri görünmədiyindən ayaqları bu şəkildə birini digərinin üstünə qoymaq caizdir. İkincisi, bir ayağı digərinin üstünə qoyaraq dizləri qatlayıb dik tutmaq və əllər ilə onları qucaqlamaq, övrət yeri görünməyəcəksə, belə oturmaq caiz. Əks halda isə bu cür oturmaq qadağandır. Yəni, əgər övrət yeri görsənəcəksə də, hansı ki, insan ayaqları qatlayıb, qucaqlayıb oturursa, indi onların geyimləri, hansı ki, o izarla rida geyinirdilər, geyimləri bizim geyimdən fərqli olaraq, yəni bəzən o üst-üstə geyinilir axı, bəzən aralanardır deyə, ona görə, yəni ki, elə oturanda ehtimal olunardı ki, övrət yeri görünsün.
Amma indi bizdə belə yəni şalvar olduğuna görə, görünmədiyinə görə eyb etməz elə oturmaq icazəlidir. Deyir, yeri gəlmişkən qeyd edək ki, bardaş qurub oturmaq da icazəlidir. Rəvayət edilir ki, Hanzala bin Hüzeym deyir ki, mən Peyğəmbərin sallallahu əleyhi və səlləm yanına gəldim və onun bardaş quraraq oturduğunu görmüşəm dedi. 129-cu rəvayətdə Əbu Səid Əl-Xudri radiyallahu anh deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm məsciddə oturduğu zaman dizlərini qatlayıb əlləri ilə onları qucaqlayardı. Bu formada oturardı Peyğəmbər sallallahu əleyhi və səlləm. Amma bunu cümə günü Peyğəmbər sallallahu əleyhi və səlləm biz bilirik axı Peyğəmbər sallallahu əleyhi və səlləm cümə günü ayaqları qucaqlayaraq oturmağı qadağan eləyibdi. Bunu dedi ki, bir əlavə də deyim ki, birincisi, yəni övrət yerinin görünmə ehtimalı olduğuna görədir. İkincisi də ki, dəstəmaz məsələsi. Elə oturanda insanın dəstəmazını saxlaması çətin olduğuna görə və yaxud da ki, bağırsaq sıxıldığına görə, yığıldığına görə, yəni ki, yəni insandan dəstəmazı pozma, qaz çıxma ehtimalı böyük olduğuna görə, yəni ki, cüməyə gələn adam da çox gözlədiyinə görə, buna çox gözləməyə ehtiyac olduğuna görə, yəni xütbə var və həmçində hətta xütbə olmasa da belə, insan məsciddədir də, yəni qabaq cərgələrdədir, qabaq cərgələr tez də gəlibsən, oturubsan, zikr eləyirsən, Quran oxuyursan, yəni bu kimi gözləyirsən. Yəni birdən dəstəmaz pozuldusa da gəlməsinin başındadır o başına kimi, yəni cəmaatı narahat eləyərək keçmək lazımdır. Ona görə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm buna görə cümə günü xüsusən də belə oturmağa qadağan etmişlər. Alimlər deyirlər ki, bu haramlığa yox, məkruhluğa dəlalət edir. Yəni bəyənilmir ki, belə oturmaq. Yəni birincisi övrət yerinin görünmə ehtimalı olduğuna görə, ikincisi də ki, dəstəmaz məsələsi. Həmən vaxt, həmən oturuşda dəstəmazı saxlamaq çətin olduğuna görə, yəni ki, gərək elə oturmayasın. Amma başqa vaxtda insan, yəni elə oturmağında, yəni övrət yeri görünməyəcəksə də və yaxud da vəsf olunmayacaqsa da, ola bilsin biraz dar geyinir. Ümumiyyətlə, yəni ki, bizdə elə belə başa düşülür ki, yalnız qadınlara dar geyinmək olmaz. Kişilər də, yəni ki, geyimində dar geyinməsi düzgün deyil. Dar geyinməsi istəyir üst tərəf olsun, istəyir aşağı tərəf olsun, geniş, uzun geyim geyinməlidir ki, yəni əyləndə də, namazda da, ruqyəyə, səzdəyə gedəndə də nə olsun, görünməsin, açılmasın. Övrət yeri açılmasın və yaxud da ki, o yəni hərəkət eləyəndə, oturanda, duranda da vəsf olunmasın, bilinməsin. Bundan kifayətlənək, gələn o bir növbəti fəsil biraz çoxdur. İnşallah bundan kifayətlənək. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşli faydalardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən etsin, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harda olursa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, cəmrəsini toplasın. Daha doğrusunu Allah bilir və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbu ileyh.